Hər vaxtın xeyirli Novruz, bəli, ənənəyə uyğun olaraq aprelin sonu mayın əvvəli avarçeşmə həyəcanı olub Azərbaycan idmanında. Ümumilli lider Heydər Əliyevin 103-cü il dönümünə həsr olunan Prezident Kuboku 2025 beynəlxalq reqatası sabahdan start götürür. Bugünsə reqata çərçivəsində ilk tədbir reallaşıb. Bu tədbir Füzulidə Göndərənçay su anbarında baş tutdu. Məhz Göndərənçay su anbarında Füzuli sakinləri üçün xüsusi viktorinalar, eyni zamanda peşəkar avarçeşənlərin şousu təşkil olundu. Bu da Füzuli sakinlərində avarçeşmə idman növünə maraq yaratmaq, eyni zamanda burada avarçeşmə idman növünün bazasını yaratmaq məqsədi daşıyırdı. İdmansevərlər, Füzuli sakinləri burada öz bacarıqlarını nümayiş etdirmək imkanı əldə elədilər. Bundan əlavə sabah Mingəçevirdə yarışın rəsmi paradı reallaşacaq. Mingəçevirdə Heydər Əliyev prospektində növbəti gün ilk yarış günü, ilk qaliblər məhz su qovuşanda bəlli olacaq və ilk medalçılar su qovuşanda müəyyənləşəcək. Daha sonra növbəti iki yarış günü isə Mingəçevirdə Kür Olimpiya Tədris İdman Mərkəzində baş tutacaq və elə reqataya da mayın 2-sində Mingəçevirdə Kür Olimpiya Tədris İdman Mərkəzində yekun vurulacaq. Bu iki reqata əvvəlki reqatalardan nə ilə fərqlənir deyə soruşsaz, miqyasına görə desək yanılmarıq. Çünki ilk dəfə olaraq bu reqatada 3 qitədən, Asiya, Avropa və Afrika ölkələrindən gələn idmançılar iştirak edirlər. 20-dən çox ölkədən 200-dən çox idmançı məhz burada ölkəmizdə mübarizə aparmaq üçün Mingəçevirə gəlib. Bizimsə sizə bu sırada çatdıracaqlarımız hələlik bu qədər. Gözünüz bizdə olsun.